Kendimizden bak bu İskender Namazov bizden de yaşta da büyüktü ve güzel bir Sırafil babanın nəvəsi Şəmində olurdu. Dedin ki de hamınız elimde ayağımda büyümüşsünüz. Şimdi sen biraz köyüne insanlardan tanıdıklarınızdan, xatirinizdə qalan səxavətli və yaxud da biraz əzail və yaxud biraz nə bilim nə. Allah İskender'in dedesine de anasına da Allah rahmet eylesin. Güzel konuşuyor. Allah rahmet eylesin. Ne diyeyim? O vakit komşuların hamısından razıyım. Hiç hamısından ne razıyım. Mürəstə xanımın gözəl vaxtı var idi, gözəl. Hələ onda çox üzr istəyirəm sizdən. Hələ Musala çatmamışdı, cavan idi. Bizim Zafda, Fatma bir yaşıddılar. Fatma 2 yaş böyüdür. Zafda ilə bir sınıfda okurdular. Yəni bizdə tez-tez olurdu. Mən Zafdaya qoşulub tez-tez gedirdim. Rəhmətlik Ələs baba da müharibə veteranı idi. Vuruşmuşdu. Siz komşuydunuz ki. Hədə sonra köçdü da. Aramız oldu. Biləm, Fərman qalan. Qaslı olanın qapısından. Fərman qalan hepsinin evi oldu, değil mi? Hazır deyil. Olsun 300-400 metre aramız var. Bilirəm, eşit. Bunların evi Qurban Doktor evinin yanı oldu da. Köyünə, sonra Qurban doktorun söydü. Söydü tərləsin. Məhəllə bir məhəllə oldu. Yəni demək istəyirəm ki, o xanımın ona görə dedim ki, məni tanıdı. Sağ olsun, məni tanıdı. O deməkdir ki, o ərarətlidir, cavandır, enerjilidir. Allah bu gündən sonra da ona çoxlu can sağlıq. Amin Allah amin. Balalarının barını yesin. Beni de tanıdın. Ne güzel. Yəni demək istəyirəm ki, onlar cavan kızlar idi. Ben de biraz bunlardan bir 5-6 yaş balacıyım. 6-7 yaş böyle. 6-7 yaş. Balacıydım, bunların yanında fırlanırdım. O kadar maraqlı deyirdiler, gülürdüler, danışırdılar. Yani demək istəyirəm ki, ben Allah'a hamd olsun, hesab edirəm ki, üzünə demirəm, bak, atamın gör haqqı, Mürəstə mənim bibimdir. Zaftadı, Fatmadı. O ki qaldı ki, rəhmətli atası, Allah Narıq Xalıya rəhmət eləsin, çox sakit bir xanım idi, həddən artıq. Ağayana yerişi. Mən onun bir dəfə o kənddə dava saldığını, bir dəfə haykü saldığını eşitməmişdim. İndi, amma Ələs baba çox qoçaq adam idi, həddən artıq qoçaq adam. Biz dedəm ambarda işləyirdi, ambarın qarı oluydu. Mən də uşaq idim, orada. O saqqallıydı mı? Yok. 2 dənə Kastillə gəzirdi. Amma elə gedirdi Kastillə. Allah'a hamd olsun, mən uşaq olanda onun dağına çatamırdım. Həmişə də məndən zarafat daşırdı, boynumu qucaqlayırdı, indi qucaqlamasın. Çox onun o mənə qarşı, o bizim ailəyə olan o istiqanlılıq idi ki, o mənə göstərirdi onu. O şu qaldı ki, Narın xanım, Narın nənə, o da mənim Güllər anamın doğmaca dayısı qızıdır. Narın xanım Qara Hasan'ın kızıdır, Qara Hasan. Qara Hasan da babamın, nənəmin doğmaca dayısıdır. Mənim nənəmin anası Nazlı xanım, Əskər baba ilə Qara Hasanın bacılarıydı. İskəndər babamın arvadı olub, çox cavan yaşında rəhməti gedib ikisi də, həddən artıq. Amma Nazlı nənəm biraz gec rəhməti gedib. İskəndər babam 32 yaşında rəhməti gedib, Nazlı nənəm çox gözəl bir, dümağ bir qadın olur.